verilişin baş sponsoru Hacı Ceylon çayları. Musiqi təbiətin təqlididir, musiqi ruhumuzun qidasıdır, musiqi həyatımızın mənasıdır, musiqi sevincimizdir, musiqi kədərimizdir, musiqi şücaətimizdir, musiqi bizim həyatımızın ən dəyərli qayəsidir. Bugün biz Xəzərin sahilindən, Xəzərin dalğalarının ağuşunda musiqidən danışacağıq. Daha doğrusu musiqini yaşadan dəyərli bir xanımdan danışacağıq. Bugün Xəzərimiz öz qucağını dəyərli bir imzaya açıb. Və bu imza üçün Xəzər yad deyil, doğmadır. Və bu imza üçün Xəzər sözün əsl mənasına sirdaşdır, dostdur, arxadır, dayaqdır, yaşantılarının şahididir. Kimdir bu? Bu bizim dəyərli, sevilən, gözəl sənətkarımız, ahəstə sənətkarımız. Xəzər qədər təmkinli bizim dəyərlimiz əməkdar artist Firuzə xanım İbadova. Firuzə xanım, hər vaxtınız xeyir olsun. Necəsiz, nətərsiz, xoş gəlmisiniz. Mən də sizi salamlayıram qızım. Mən qızım ona görə deyirəm ki, Fəxriyə xanım İlbar mənə çox doğmadır. Bəli. Çox əzizdir, mənim evladımdır. Nəyə görə mən bunu deyirəm? Mənim ixtiyarım var deməyə. Çünki onun maması, rəhmətli maması çox ziyalı, səviyyəli bir xanım, çox savadlı. Dərsə gedəndə deyirdi, Firuzə xanım, mənə xanım deyə müraciət edirdi. Hərdən deyirdi, Firuzə, Fira, Fəxriyyəni sənin yanında qoyuram, mən 3 saata dərs bitən kimi gəlirəm. Çox sevirdim mamanızı və siz məni çox doğmasınız. Deyirəm, ay Firuzə xanım, uşaq vaxtı mənə baxanda yəqin mənə hansısa xüsusiyyətlərinizi əks eləmişsiniz. Bunun üçün də mən xalqımıza çox borcluyam. Sən ana Xəzərimin sahilində şən Bakı şöhrətin var el dilində. O böyüklüyünüzün qarşısında baş əyirəm. Yaşınız demək olardı. Məncə Firuzə xanım... Qızım, deyil yaşımı. Yaşını gizlədənlərdən deyil. Mənim balamsan. Güclü xanım olmağı ki, heç kimə əyilməsin, yıxılan kimi həmən dursun. Bəlkə də bu şücaətə mənə Azərbaycan xanımları öyrətdi. Ən əsas çalışdım, onları qoruyub, çərçivədə saxlayım ki, onlar çərçivədən kənara çıxıb birdən yolu azallar. Xəzərin sahilində verilişi çox səviyyəli, çox zəkalı, çox işıqlı bir verilişdir və onun aparıcısı çox işıqlı bir xanımdır. Çox dərin təşəkkürümü bildirirəm sizə ki, siz bizim üçün Azərbaycan tamaşaçısı axır ki, bilir ki, hansı verilişdə o verilişi aparan aparıcı qüvvə kimdir? Bu Fəxriyə xanımdır. Əlbəttə, bütün bunlara görə sizə təşəkkür edirəm və Space televiziyasına təşəkkürümü bildirirəm. Başda rəhbərlik və bütün heyətinizə, sizin komandanıza. Siz var olasınız. Mən haşiyəyə çıxım, əziz tamaşaçılarımız. Firuzə xanım imzası mənim üçün çox doğma imzadır. Rəhmətlik anamla Firuzə xanım yaxın rəfiqə olublar. Mən hələ körpə olanda çox körpə idim və anam Firuzə xanımın yanına qoyardı məni və dərsə gedərdi. Və Firuzə xanım mənim nazımı çəkib, Firuzə xanım mənim oxşayıb, baxıb və hər dəfə Firuzə xanımı televizorda görəndə anam həmişə deyirdi ki, sakit durun. Allah rəhmət eləsin. Sakit durun, Firuzə oxuyur və mənə həmişə baxıb deyirdi ki, bax ha, o sənə baxıbdır, bax ha, o sənə əziyyət çəkib. Və hər zaman Firuzə İbadova imzası mənim üçün bir doğma bir ad olub, ünvan olub, fərqli olub. O dövrlər təbii ki, Firuzə xanım öz dövrünün ən çiçəklənən
fəaliyyət dövrünü yaşayırdı və bizim üçün fəxarət idi. Amma mənim üçün tamamilə başqa idi. Canım Və indi veriliş öncəsi də söhbət edirik, danışırıq. Deyirəm, ay Firuzə xanım, uşaq vaxtı mənə baxanda yəqin mənə hansısa xüsusiyyətlərinizi əks eləmisiniz ki, bəzi oxşar xüsusiyyətlərimiz də daha çoxdur. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin və qalanlara can sağlığı versin, anaları Allah qorusun. Firuzə xanım, anamın ətrini sizdən alıram və biz bunu efirdə deməmişik, ilk dəfədir ki, efirdə biz bunu səsləndiririk. Amma elə nüanslar var ki, onlar mütləq deyilməlidir, mütləq yaşanmalıdır. Sizin simanızda bir Azərbaycan xanım, xatın obrazını görürük. Yəni, bir Azərbaycanlı qadın necə ola bilər? Firuzə İbadova kim ola bilər? Bax, bu oturuş, bu duruş, bu təmkin, bu qürur, bu özəl xüsusiyyətlər. Yəni, baxıb biz də nümunə götürürük. Sizin hər addımınız tərbiyədir. Bəzən biz insanları tərifləməyə çəkinirik. Amma Firuzə xanım, mən fikir verirəm ki, hamı sizə ən xoş sözlərini demək istəyir. Hamı sizə oxşamaq istəyir, hamı sizə sığal çəkmək istəyir, hamı sizi sözləri ilə sevmək istəyir. Bax, bu xüsusiyyətə görə Firuzə İbadova nəyə borcludur? O mənə həmin sevgini yaşadan xalqımıza hər zaman mən öz sevgimi ötürmüşəm və bir mənalı bilmişəm ki, o verdiyim sevgi ki, onu insanlara vermişəm, o sevgi qayıdacaq mənə mütləq. Və mən həmişə Azərbaycan xalqımızdan istər Bakının özündə, Azərbaycanın dilbər güşələrində, istər bizim ölkəmizdən uzaqda olan ölkələrdə, bax bu öz soydaşlarımızdan bu qayğını görmüşəm, bu sevgini, hörməti görmüşəm. Bunun üçün də mən xalqımıza çox borcluyam. Firuzə xanım, Xəzərin sahilindəyik və verişdən öncə siz getdiniz Xəzərin sahilində, bir Xəzərlə danışdınız. Bu bizim artıq verişimizin ənənəsidir və Xəzəri bax bugün burada əyləşib, hansı nəfəsinizlə, hansı zümzümənizlə vəsf eləyərsiniz? Ürəyinizdən hansı keçir oxumaq? Ürəyimdən çox nəğmələr var ürəyimdə. Sən ana Xəzərimin sahilində, şən Bakı şöhrətin var el dilində. Sən ana Xəzərimin sahilində, şən Bakı şöhrətin var el dilində. Hər axşam işıqlar yanar, ürəyim tək səni anar. Sən gözəllər gözəlsən Bakı, ey əziz Bakı, ey anam Bakı. Firuzə xanım, sizi mən həqiqətən o böyüklüyünüzün qarşısında baş əyirəm. Yaşınızı demək olarmı? Məncə Firuzə xanım... Qızım deyil yaşımı. Yaşını gizlədənlərdən deyil. Mənim balamsan, sən mənim doğmamsan, bacımın balasısan, öz balamsan mənim. Çox sağ olun. Firuzə xanım, 71 yaşda bu səsin təravətini qorumaq, bu nəfəsi qorumaq, yəni olduğun kimi olmaq, heç dəyişməmək, hər şeyə rəğmən dəyişməmək, bu nə gözəldir. Mən böyüklərimizdən həmişə eşitmişəm ki, istər xanım, istəyir bəy, fərq etməz. Yəni, mən sən rəhmətli nənəndən də bu şeyləri görürdüm, eşitirdim. Hərdən mənə deyirdi, qoy, yaxşı yemək pişirmişəm. Doğrudur. O yeməkdən də Nənəm yedizdirməmiş heç kimi baxmazdı, necə yadınızdadır. Deyərdi ki, uşağa iyi dəyəri, qoy, onun özü sevdiyi yemək, bilirdi ki, mən hansı yeməkləri çox sevirəm. Yəni, mən o xanımlara baxa-baxa, evdə öz anama baxa-baxa, sonra o güclü xanım olmağı ki, heç kimə əyilməsin, yıxılan kimi həmən dursun
bəlkə də bu şücaətə mənə Azərbaycan xanımları öyrətdi. Müəllimlərim, dünyasını dəyişən müəllimlərim, həyatda olan müəlliməm Ceyran xanım Aşımova çox böyük xanımdır. Ondan çox şey öyrənmişəm. Bugün Ceyran xanım da öz yaşına görə təravətini 91 yaşı var Ceyran 91 yaşı var. Bugün də müsahibə ondan alanda Gözəldir. öz məntiqi, öz sözü, öz mövqeyi ilə sözünü deyən sənətkarımızdır. Çox. Allah can sağlığı versin. Bəli, o da istisnadır. Yəni bu xanımları görə-görə mən böyüdüm və ən əsas çalışdım onları qoruyub çərçivədə saxlayım ki, onlar çərçivədən kənara çıxıb birdən yolu azarlar. Yəni o dumanın içinə girməsinlər. Hə, demək ki, insan öz-özünü hər zaman redaktə eləməlidir. Hər İnsan zaman. öz-özünün səhvini, düzünü mütləq düzəltməlidir. Amma mühitə uyğunlaşmaq da Firuzə xanım bəzən insana yaxşı mənada təsir edir, amma insan bəli, onda dəyişir. Dəyişsə də yenə də o nə qədər dəyişsə də əgər onun daxilində də o zənginlik varsa, o mütləq özünü biruzə verir, qoruyur. Firuzə xanım, həyatın bütün dövrlərində biz hamımız bir sağlamlığımızı qorumaq üçün keyfiyyətli qidalara üstünlük veririk və çay da bizim ağız dadımıza uyğun ən gözəl nemətdir. İllərlə ağzımızın dadı dəyişmir. Buna görə də sizə bax bu çaydan içməyi təklif edirəm Firuzə xanım, götürün, Çox böyük için. məmnuniyyətlə özlə mən qızım ac qalmağa qala bilərəm, gözümün var. Amma çaysız, çay mənim həyatımdır. Doğrudur. Bütün günü mən çay içirəm. Mən də həmişə deyirəm ki, ürəyim yemək istəyir, amma yox, bu yeməkdən əvvəl qoy çay içim, sonra həmin yeməyi ye. Çay, yəni bizim əhvalımızı tənzimləyən bir nemətdir. Bizim ən arzu olunan nemətimizdir. Bəli, bu Hacı Seylon çaylarıdır, Firuzə xanım. Əla. Mən onu da deyimsin, bizi hədiyyə gətirəndə mənim rəfiqələrim mütləq mənə bax bu Seylon çayını gətirirlər və mən o nostalji hissləri yaşayıram. O fili görürəm orada. Özümü Hindistandakı kimi hiss edirəm. Çox dadlı, çox Nə gözəl. Bax bu da Azərbaycan brendidir və Hacı Seylon çaylarıdır. İçirik. Əziz tamaşaçılarımız, siz də bu çaylardan dəmləyin, alın, dəmləyin, için və bizi izləməkdə davam edin. Qısa aradan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Musiqi sahəsindəki istedad genetik faktordur, yoxsa kimdə var idi sizə keçib? Babama gözəl bir ev hədiyyə vermişdilər. Düz Kukla Teatrının üzbəüz yeraltı keçid var onun üstündəki evdə. Bugün sizə sürprizim var. Ürəyim başladı əsmə. Hülya, sən gərək inciməyəsən də məndən. Sən bilirsən nə qədər çox sevirəm. Hətta sənə sevgi etirafı da eləmişdim. Çox böyük bir səsküyə səbəb oldu. Firuzə xanım. Bu olmayan sürprizdir mənə. Bu illər ərzində heç olmayan bir sürprizdir mənə. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Firuzə xanım da bəyəndi bizim bu çayımızı. Və biz harada qaldıqsa oradan davam edəyik. Çünki Firuzə xanım, mən istəyirəm ki, sizi tanımayanlar, gənc nəsil, yenicə qoşulanlar, bəlkə də bunu bilməyənlər üçün sizin o, düzdür, deyirsiniz ki, tərbiyəni, təlim tərbiyəni, bu xanım xatınlığı cəmiyyətdən öyrənirsiniz, müəllimlərdən öyrənirsiniz. Amma bir genetik kod da vacib faktordur. Yəni, biz ondan qaça bilmərik. Alma ağacının dibinə harmut düşmür. Ona görə biz öz nəslimizin, əslimizin, kökümüzün daşıyıcılarıyıq. Firuzə xanım haradan gəlib, hara gedib, necə olub buradadır? Çox dolğun, çox gözəl bir sualdır və mən çalışacağam onu olduğu kimi təqdim edeyim sizə və əziz tamaşaçılarımıza. Mənim atam əslən Ərdəbillidir, Şah İsmail Xətai. Yəni, onların hamısını toparlayıb, imzalı, əsilli, nəsilli hamısını salıblar kitaba. Orada
onlar da var. Yəni mənim babamın adı da var orada. Onlar Ərdəbildən gəlmişdilər, gəlməydilər və mənim atamın atası Azərbaycana gələndə o vaxtda onlara Şurəvi deyirdilər. Şurəvi. Gələndə Şurəvi adı ilə deməli İrandan 2 dənə barkaz deyirdilər gəmilərə. 2 gəmi barkaz gətirib hədiyyə eləmişdi. Qara şəhər deyilən yerə, indi maşallah Ağşəhərdir və babama gözəl bir ev hədiyyə vermişdilər. Düz kukla teatrından üzbəüz yeraltı keçid var, onun üstündəki evdə, 2-ci mərtəbədə orada məskunlaşmışdılar. Anam isə əslən atası bizim, o da cənub zonasındandır. Anası Lənkəran şəhərindən idi, babası da, atası da Təbrizdə idi. Yəni Lənkəranda yaşayıblar. Yəni mamamın da soyu kökü Lənkərandır. Atam da Ərdəbil. Mən özüm də Bakılı. Çünki mən Bakıda anadan olmuşam. O zaman belə Sovetski deyilən bir məşhur bir məhəllə var idi ki, orada çox böyük ziyalı bir, deyərdim ki, insanlar yaşayıb, yaradıb və tarixdə öz adlarını yazıblar. Mən də həmin Sovetski deyilən yerdə gəlmişəm, oxumuşam, 173 saylı məktəbi bitirmişəm və uşaqlıq dövrümdən musiqi aləminə qərq olmuşam, sehirli. Elə bax o sualı vermək istəyirdim ki, musiqi sahəsindəki istedad genetik faktordur, yoxsa kimdə var idi sizə keçib? Mənim atamın əmisi Əsgər bəy çox məşhur xanəndə o vaxtı, onu çox gözəl bizim ustad sənətkarlarımız da tanıyırdı. Deyirdilər, hansı Əsgər? Deyirdilər, Ərdəbilli Əsgər. Yəni, özü də çox görkəmli, çox gözəl idi. Gözləri ala idi, yəni qara deyildi, ala gözləri var idi. Onu gəlib hətta İrana, Sovetlər Birliyində çox gedib gəliş yox idi axı. Amma onu nədənsə dəvət edirdilər, o Ərdəbilə çox dəvət edirdilər, İsfahana, Tehranın özünə. Bir cavan insan dünyası dəyişəndə, ya toy düyünləri olanda, yəni elə burada da çox məşhur xanəndə idi. Mən hələ yaşım az olardı. Hardasa 6-7 yaşım olanda mən onu bizə evə gəlişimizi xatırlayıram ki, papamın əmisi gəldi bizə. Əsgər əmi gəldi. O elə belə oxuyurdu, elə belə mən baxırdım ki, ilahi, necə səsi var. Bəlkə ondan gəlib. Sonra bəlkə də anamın köklərindən də belə olub. İlk dəfə kinoda səsi Ağarıza Quliyev, bu ad yəqin ki, kinematografiyasında, yəni bu ad çox məşhur bir addır. İlk dəfə səsi kinoda səslənməni o yaratmışdı. O da mənim babamın çox doğma qohumudur, yaxın qohumudur. Bax belə, yəqin ki, köklər ona söykənir də. Və bugün də layiqli davamçı var deyə bilərik. Bizim dəyərli əzizimiz, gözəlimiz Hülyanın bicə balası da bugün Kukla Teatrında incəsənət sahəsində artıq körpəliyindən öz sözünü deyir. Onun gələcəyini necə görürsünüz Firuzə xanım? İçinizdə bu sənəti davam etdirsin deyə bir istək var, yoxsa deyirsiniz ki, uşaq həvəsidir, keçib gedər, başqa bir sahəyə sahiblənsin? Öncədən mən istəyirəm Kukla Teatrında Səidə xanıma, indi Oyuq uşaq teatrı müstəqil, yəni ayrılıb Kukla Teatrından, amma əlbəttə ki, dövlətimizin qayğısının himayəsində, bütün dövlət tədbirlərində mən Səidə xanıma təşəkkür edirəm ki, mənim hökümə balama, yəni incəsənətin gözəl sahələrini çox gözəl surətdə ona sevdirib, yəni bunu danmaq olmaz. Düzdür, mənim kökümü elə bil ki, ona da ötürmüşəm. Yəni, onda istedad çox böyük dərəcədə var. Həm səsində, həm biz zapis studiyasına gedəndə mahnıları yazdıranda görürəm ki,
uşaqlarla, yəni mənə deyir, nənə, mən bu hissəni oxuyacağam bir də, sən özünü yorma. Deyirəm, qızım, mən yorulmuram. Əksinə, mən həm səsimi işlədirəm, həm öz savadımı onlara ötürəndə xoşbəxt oluram. Amma mən bilirəm, Səidə xanımın əziyyəti danılmazdır. Səidə xanımı biz də buradan salamlayırıq. Çox Gözəl insan. dəyərli, rejissor. Azərbaycan qadını olaraq incəsənət. Uşaqlarla işləmək asan deyil. Uşağın sevgisini qazanmaq, uşaqlarla ram olması elə bunun artıq özü böyük bir işdir. Böyük bir işdir. Uğurlar sizə, Səidə xanım. Səidə xanım da mənim əzizim. Səidə xanımın gözəl kinoları var. Özünün hansı ssenarisi də, özünün Köhnə Çamadanlarda inandırım ki, o filmin buraxılış günü olanda prezentasiyası. Bütün zal ağlayırdı. Yəni orada bizim qadınlarımıza olan zülmdən, zorakarlıqdan çəkilən bir film idi. İnanın ki, Türkiyə, İstanbula dəvət aldı Səidə xanım. Antalya, İzmir, İstanbul çox böyük nə gözəl, nə gözəl. Böyük rezonansa səbəb oldu. Əlbəttə sevinirik. Ağlama! Ağlama! Nrangt işlemlerin, ne söyleyes? Çox sağ ol Azərbaycan əskəri, çox sağ ol ata. Mən zəfər çalmış ölkənin qadınıyam. Hökümənin üstünə gələndə, hökümət düzdür, incəsənəti çox sevir. Çox, onu bir növ insan kimi püxtələşdirib. Amma hökümə iki sahə üzərində qalıb. Bir həkim, psixoloq, bir də memarlığı çox sevir. Yəni bu onun arzusudur ki, memar olsun. Memar demək yenə də incəsənət, yenə də yaradıcılıq. Firuzə xanım. Aycan. Canınız bir bala. Deməli nə zaman 24 saatın hansı saatında Firuzə xanıma Firuzə xanım deyirsən o dəqiqə deyir, hay can. Yəni bu enerjinizi Allah həmişə var eləsin Firuzə xanım. Sevgi dolu bir insan olaraq. Amin. Bugün sizə sürprizim var mənim. Ha? Hə. Ürəyim başladı əsmə. Hə. Baxın görün, sizə sual verəm. Kimdir, kimlərdir deyək. Mən hə. Siz sevənlər var olun ki, Firuzə xanım da var olsun. Siz sevənlər onu çox sevin ki, o yaşasın, yaratsın. Hər dəfə gözəl mahnılar ifa eləyəndə mən görürəm ki, mənim anam musiqini nə qədər sevir, sənətini çox sevir. Bilirsiniz, Adicə evdə zümzümə də eləyəndə bəli, yemək də pişirəndə, hətta yemək pişirəndə də hökmə üçün yeməkləri pişirməyi çox sevir. Bu arada məni nənəm saxlayıb, nənəmlə, daha doğrusu mən, nənəm, anam, rəhmətli atam, biz bərabər yaşayırdıq. Nənəm həmişə bizimlə yaşayıb, çünki düz nənəmin 5 uşağı olub, amma həmişə mamamla bərabər olub da, biz bərabər olmuşuq. Mən həmişə deyirdim ki, nənə, mama yenə konsertə gedib oxumağa. Deyirdi ki, hə, bax, biz nənəmlə bərabər məktəbə getmişik, bütün həyatımı nənəmlə yaşamışam. Amma indi baxıram ki, hökümə o həyatı yaşayır. Hökümə çox sevinirəm ki, hökümənin nənəsi də mənim nənəm kimi gözəl nənədir. Mama, siz sənət incisisiniz. Siz sənətkarsınız. Bəli. Mən ümid edirəm ki, sənətinizlə bağlı arzularınız var, yarım qalan arzular var. Ümid edirəm ki, o arzular gerçəkləşəcək. Əzizim, sonda sizə bir sual vermək istəyirəm. Siz hökməni çox sevirsiniz, məni. Məni. Təbii ki, məni. Mən istəyirəm ki, siz bu suala cavab verəsiniz. Siz məni çox sevirsiniz, yoxsa hökməni? Məni. Evə gələndə deyərəm. Öpürəm sizi. Mən də sizi çox sevirik. Siz bizim baş tacımız. Ay, nə gözəl sürprizdir mənə. Gözəlimizsiz, əzizimizsiz, incimizsiz. Evimizin sevinci, Can. gülüşü. Siz hər zaman var olun həyatımızda. Çünki Qurban bizim olum. sizə çox ehtiyacımız var. Bəli. Hə,
Firzə xanım, Firzə Nə boyda xanım. bu olmayan sürprizdir mənə. Firzə Bu xanım. illər ərzində heç olmayan bir sürprizdir mənə. Çox qürurlandım ki, yəni mən həyatda tək deyiləm. Mənim elə övladlarım var, sizin kimi mənim dəyərli balam var. Estağfurullah, Firzə Çox xanım. Bu qürurlandım. sevgini siz qazanırsınız. Həmişə o sual, kimi çox istəyirsən sualı. Çox çətin Hülyəyə oldu. dedim ki, Hülya, çox individual, özünə uyğun, maraqlı bir nə düşünürsən de. O da belə bir sual verdi. İndi Firzə xanım, çaydan bir qurtum için boğazınız yaşlansın. Hülyanın o sualına cavab verin. Və bilmirəm, bu çətin cavabdır. Hülya yəqin ki, bütün cavabları anlayışla qarşılayar. Hülya, sən gərək inciməyəsən də məndən. Səni bilirsən nə qədər çox sevirəm. Hətta sənə sevgi etirafı da eləmişdim. Çox böyük bir səs-küyə səbəb oldu. Mən səni çox sevirəm də, bilirsən. Amma hökmü axı balacadır, ona deməzsən də. Yəni, mən onu çox istəyirəm də. Həddindən artıq. Bax, məsəl üçün, götürürsən, deyir, bala şəkərdir, amma nəvə baldır. Aydındır. Aydındır. Yəni, bir təhər istəyir vəziyyətdən çıxsın Hülya. Aydındır cavabımız. İstəmirəm də qəlbini. Sən də get Hacı Seylon çaylarından dəmlə, iç, əhvalın biraz özünə gəlsin. Yəni, reallıqla barış. Bax, belə əziz tamaşaçılarımız, gözəl bir əhval-ruhiyyə ilə Xəzərin sahilindən sizi salamlayırıq. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Reklamlardan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Gəlin sizə çaydan danışım, özü də əsl keyfiyyətli çaydan. Çünki əsl keyfiyyətli çay özündə 300-dən çox kimyəvi birləşmələr birləşdirir. Və bu birləşmələr insan orqanizminə çox faydalıdır. Əsəbi sakitləşdirir, yorğunluğu aradan qaldırır. Və əsl keyfiyyətli çayı biz hardan, necə alaq deyirsinizsə, cavabımız bu olar ki, bu çay Hacı Seylon çaylarıdır. Bəs bu çayları hardan tapaq deyirsinizsə, çox düşünməyə ehtiyac yoxdur. Taygastor marketlərindən və digər şəhərimizdə fəaliyyət göstərən market şəbəkələrindən əldə edə bilərsiniz. Və orada müxtəlif növ çay nümunələri var. Yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hacı Seylon çayları əsl keyfiyyətli Azərbaycan brendidir. İmtina edilməyəcək təklifdir. Hacı çay, imtina edilməyəcək təklif. Vətənim Azərbaycandır, bu mənim vətənim. Azərbaycandır, bu mənim vətənim. Azərbaycandır, bu mənim vətənim. Azərbaycandır. Azərbaycanım, şərəfim, şanım. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Xəzərin sahilindən hər birinizi salamlayıram. Sevilən imza bizimlədir. Xəzərin tam da ruhu bizimlədir. Xəzərin səsi bizimlədir. Xəzərin gözəlliyi bizimlədir. Xəzərin təmkini bizimlədir. Xəzərin necə Xəzəri tərifini verərsən desən, elə deyərəm ki, Firuzə İbadovadır. Canım. Bugün ümumiyyətlə Xəzər Firuzə İbadovadır. Firuzə xanım, Aycan, bəs hirslənən vaxtlarınız, əsəbləşən vaxtlarınız, əsib coşan vaxtlarınız, vurub sındıran vaxtlarınız olmurmu? Yox. Yox? Allah eləməsin, yox. Heç olmur. Bəs müəyyən həyatda Əsəbləşəndə gedib yaşanan... yatıram. Yatırsın. Yatıram ki, olmaz. Yəni emosional... Ötürmürəm, o pis enerjini istəmirəm
qarşı tərəfə ötürüm. Susmaq daha gözəldir. Firuzə xanım, Can, zaman itirmədən istəyirəm sizə bir sürprizimiz də var. oy, nə gözəl. Bu sürprizi də. Bayaqki sürprizdəndir. Hə, bayaqki O sürprizdəndir. bayaqki sürpriz çox Ondan da gözəl idi. daha bir sürprizimiz var. Firuzə xanım, buyurun. Salamlayıram Firuzə xanımı. Aa, Firuzə xanım çox gözəl insan, dəyərli sənətkar, gözəl xanım. gözəl ana, əsl Azərbaycan xanımı. Mən Firuzə dostlarım. xanım, belə demək olar. Mənim şuurumda, mənim Mən də hissiyatımda Firuzə xanım elə ürəyimdə yer tapıb, gözəl bir insan kimi. canım mənim. 1980-cı ildə Firuzə xanımın Azərbaycan Dövlət Filarmoniyasında konserti var idi. Mən yoldaşımdan xahiş elədim ki, bəs konsertə bilet al. Biz gedək onu həm yaxından izləyək, həm də musiqilərini doya-doya dinləyək. Amma xahiş elədim ki, birinci sıradan alsın. Bizim elə 1980-cı ildən həm yoldaşım, həm mən çox sevirdik bu sənətkarı. 80-cı ildən illər ötdü, konsertlərə getdik. Ara sıra el şənliklərində gördük. Belə oldu ki, biz onda təzə ailə qurmuşduq konsertə gedəndə. Belə oldu ki, biz yaşa dolduq, 3 evladımız oldu. Bunları toy eləmə ərəfəsi Üçünü gələndə də toyunda oxumuşam. ailəmizə qərara gəldik ki, Firuzə xanımı biz bu el şənliyinə bizim uşaqların toyuna dəvət eləyək. Demək olar ki, 3 dənə uşaqlarımızın üçünün də toyunu Firuzə xanım aparıb. O gözəl xanım və onun haqqında doymuram danışmaqdan. Hə, Firuzə xanım. Ay, bu da mənim doğrudan da ailə dostlarımdır. Görün neçə ildir. Deyərdim ki, 45 ildən çoxdur. Çox gözəl, mükəmməl sürprizlər elədiniz mənə. Fəxriyə xanım, heç bir verilişdə mən bu yaşa çatmışam, belə sürprizlə qarşılaşmadım. Yəni, bu sizin səfkinizdir. Çox sağ olun buna görə. Estağfurullah. Çox dəyərlidirlər mənim üçün bu ailə. Bəli, Firuzə Çox. xanım, elə bir imzasız ki, sizi kimi sənətkarlar bizim gözümüzün qabağında yaşadı, bizim gözümüzün qabağında sənətini nümayiş elətdirdi, bizim gözümüzün qabağında ağladınız, yıxıldınız, durdunuz, sevindiniz, güldünüz. Biz çox hadisələr yaşadıq. Bəli. Hər zaman bərabər olduq, bir olduq və həyatınızda, yaşantılarınızda bizim gözümüzün qabağında oldu. Bugün bir Firuzə İbadova ilə oturub söhbət edəcəm deyə sual verəndə özümə fikirləşirəm ki, onun elə görünməyən tərəflərini demək lazımdır ki, yeni bir sözlə çıxaq, yeni bir enerji ilə çıxaq, nə isə yenilik verək çıxaq. Və ümid eləyirəm ki, bax bu da sizə çox gözəl təsir bağışladı. Çox gözəl təsir bağışladı. Nə isə alındı mı? Ümumiyyətlə, çox alındı və mən hər zaman xalqımızla hər hansı bir o yıxılıb durmalarım var. Həmişə onları bəzilərini göstərmişəm, bəzilərini demişəm lazım deyil göstərmək. Çünki tamaşaçı bizi səhnədən izləyir və biz güzgüyük onlar üçün. Həmişə yaxşı əməllərimizi onlar ötürməliyik. Əməlimiz də nədir? Tutduğumuz peşəmiz, bizim sahəmiz. Biz tamaşaçını daim öz sənətimizlə sevindirməliyik ki, mən Azərbaycan musiqisiyəm. Və Azərbaycan musiqisinə nəfəs verən Azərbaycan qadını. Bəli, Bilirsiniz, Azərbaycan obraz qadını. məsələsi burada Bəli. çox vacib rol oynayır. Yəni ki, hamı oxuya bilər, hamı sənətkardır. Bəli. Zaten Azərbaycan incəsənəti hər il yeni simaları ilə sevindirir. Bəli. Amma bir obraz olaraq sevilmək və bir obraz olaraq xalq simvolunu təmsil etmək, bu hər kəsə nəsib olmur. Bəli. Firuzə xanım, Bəli. bizim sürprizimiz hələ bitmir. Can, doğrudan. Oy, nə gözəl sürprizlər. Bura, bu studiyaya, bu məkana, bu Xəzərin sahilinə çox gözəl bir qonaq gəlir. Bu qonağı sizlə görüşdürürəm. Sizcə kimdir, Firuzə xanım?
Kimdir? Bilmirəm qızım, hələ görmürəm. Ay, bəsdir. Ay, Rəna bacının, Rəna xanımın nəvəsi. Sən evdən bayıra çıxmırsan, sən gör nənəni nə qədər çox istəyirsən ki, sən gəlmirsən bütün mənim yanıma. Bayaqdan gözləyir həm də Firuzə Həm də xanım. mənim ürəyim. Can, 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 can. Bu nə gözəllikdir. Hə, Firuzə xanım. Özü gözəl, portret gözəl. Özünə əli boş gəlməyib ha. Oradan özü belə səliqə ilə tutub, pərdə arxası Mənim gözləyir, deyir ki, balalarım biz da ona var. özəl hazırlamışıq. Qızım, çox sağ ol. Allah nəniyə, babaya, Elman müəllimə də buradan salamlarımı deyirəm. Çox böyük şəxsiyyət, bizim milli təhlükəsizlikdə, sonra sistem insanı olub. Çox dəyərli bir şəxsiyyətdir Elman müəllim. Uzun zamanlar Azərbaycan məmuru kimi öz möhrünü qoyan bir insandır və əlbəttə Rəna xanım, ev xanımı, əsl xanım, əsl ana, əsl bacı. O mənə illər boyu ana bacı olub və onun balalarını da mən çox istəyirəm. Özü demişkən, üçünün də toyunu özüm, xeyir dualarını vermişəm, toylarını da eləmişəm. Gözəl quzum. Amma pul veriblər ha mənə, pulsuz yox. Gəl bura. Mənim kuklamdır, kuklam. Gəl bura. İndi de görün Firuzə xanım kimdir sənin üçün? Əvvəlcə sizi və tamaşaçılarınızı salamlayıram. Firuzə xanım mənim üçün. Mənim nənəm dedirəm, nənəm. Nənəm, ayrı. Mənim üçün əvəz olunmaz sənətkardır. Canım benim. Canım, can. Mən Firuzə xanım üçün çox sözlər deyə bilərəm, lakin bu sözlər yetməz. Mən Firuzə xanımı gözümü açandan demək olar Firuzə xanımla bir yerdə böyümüşəm. Onun musiqiləri ilə, onun sənəti ilə böyümüşəm. Təbii ki də bu sevgi mənə ailəmdən keçib, nənəmdən, babamdan. Cavanlıqda onlar Firuzə xanımın pərəstişkarı olmuşlar. Daha sonra o sevgini öz övladlarına, anama, xalama, dayıma ötürmüşlər. O sevgi daha sonra mənə ötürülür və hələ də davam edir. Bu sevgi heç zaman da bitmir. Can, nə ürəyim. Nə gözəl danışdı. Gördünüz, maşallah. Çünki onun aferin. kökü var. Kökü var ona görə. Mənim əziz balam, təşəkkür edirəm. Bax, Mən təşəkkür bu edirəm. məhəbbətə görə, bu sevgiyə görə və əlbəttə Fəxriyə xanıma da təşəkkür edirəm ki, mənim arxivimi qurdalayıb müəyyən qədər. Burada mən Hülyanı da salamlayıram. Hülya bölgə müxbiri oldu bizim üçün, operativ şəkildə. Çox sağ ol. Deməli, mənim bu evdə qızlarım... partizan var imiş, evdə xəbəriniz olsun. Evdə kəşfiyyatçı, özü də kəşfiyyatçıdır Hülya. Ona görə o öz sənətindən istifadə edib, səni də çəkib. Səni də çəkə bilib, provokasiya eləyiblər. Amma çox gözəl bir, provokasyon bir sürpriz elədiniz, mənzərə yaratdınız. Mən sizə təşəkkür edirəm. Əstəğfurullah, Firuzə xanım, siz bu sevgiyə layiqsiniz. Canım, Siz sözün əsl mənasında tam da sevginin özüsüz. Gözündə işartı, duruşunda mərdanəlik, sənətində şahanəlik. Yəni əsl ana, əsl qadın. Görün Rəna xanım nə gözəl söz dedi. Dedi ki, mən ondan qadınlıq və analıq öyrəndim. Firuzə xanımı mən əziz tamaşaçılar uzun illərdir tanıyıram. Onun rəhmətlik anasına necə qayğı ilə yanaşırdı, onun şahidiyəm. Anasına necə sahiblənməsinin şahidiyəm. Bugün nəvəsinə sahibdir, bugün balasına sahibdir. Bütün bunların hər biri zəncirvari bir insanın tamlığının göstəricisidir Firuzə xanım. Bu illər ərzində mənim verdiyim sevgiyə görə mənə uğur gətirən sənətimdə mənim əziz tamaşaçılarım və sənət cəmiyyəsində çalışan insanlara qayğı göstərən bizim dövlət başçımız, bizim Mədəniyyət Nazirliyimiz, bizim dəyərli xalqımızın o sevgisi bizə dayaq durduğu üçün onlara öz təşəkkürümü bildirirəm və xalqımızı çox sevirəm. Nə qədər canımda can var, Azərbaycan mədəniyyəti üçün əlimdən gələni etməyə hazıram və edirəm və sizi çox sevirəm. Təşəkkür edirəm əzizim. Mənə astadan deyir ki, bir gözəl qızımız deyir, mən olar Firuzə xanıma sual verim. Ver görüm. Buyur qızım. Firuzə xanım, siz bizim dəyərlimizsiniz. Can. Siz sənətə gələrkən hansı müğənnini sevib gəlmisiniz? Bilirik, sizin
müəlliməniz Şövkət xanım Ələkbərova olub. O sevgi ayrı sevgidir. Lakin siz hansı müğənnini sevib bu sənəti seçmisiniz? Mən elə Şövkət xanımı çox sevmişəm. Hələ də sevirəm və dünyamı dəyişənə qədər də sevəcəm. Və o dünyaya gedəndə mən hərdən gedib Fəxri Xiyabanda danışıram. Deyirəm, Şövkət xanım, siz günəşsiz, sənət günəşimisiz. Siz mənim sənət günəşimsiz. Musiqi dünyasının, Azərbaycanın günəşisiz və sizin nəğmələrinizi dünya, bizim ölkəmizdən də uzaqlarda çox sevən, çox məşhur xanəndələr, ifaçılar olub ki, siz sönməz günəşim, həmişə sizi sevəcəyəm. Firuzə xanım, bu gözəl qızımızın nənəsinin bir sualı da var sizə. Buyursun, mənim əziz balamdır. Deyir ki, Rəna xanım, deyir ki, əgər Firuzə xanıma belə bir şans verilsəydi ki, o gələcəyə mi getsin, keçmişə mi getsin, səyahət etmək şansı olsaydı, hansını seçərdi? Mən keçmişə qayıdardım, bu ağlımdan, amma cavan yaşda olaydım. Keçmişə qayıtmaq istəyərdim ki, gələcək üçün daha musiqi sərvətim çox olsun, yəni zəmbilim, yüküm çox olsun. O dünyaya da aparardım, gələcəyə də zamanı da ötərdim. Rəna xanım, birinci stansiyası olardı keçmiş. Bəli, keçmiş. Növbəti stansiya indiki, sonra da gələcəksə. Sonra gələcək. Bax, belə olardı səyahətiniz. Mən sizə varlığınız üçün təşəkkür edirəm. Mən Xəzərimə varlığı üçün təşəkkür edirəm. Mən tamaşaçılarımıza varlıqları üçün təşəkkür edirəm. Nə gözəl ki, varsınız. Bu tandemin özünün adı sevgidir. Və biz sizə sevgi ötürdük. Bizə sevgi ötürdülər. Biz bərabər sevgi ötürdük. Və bu dəqiqələrin, bu anların sahibi, bizə bu sevgini ötürməyə rəvac verən insanlar var. Mən bu yaxt kluba təşəkkür edirəm. Yaxt klub öz qucağını açır bu Xəzərin sahilində olan insanlara, qonaqlara. Mən Hacı Seylon çaylarına təşəkkür edirəm və mən Hacı Seylon çaylarından veriliş boyu içdiniz, bəyəndiniz, təriflədiniz də. Evimdə də bax, biz də onu veririk sizə ki, siz də bu çaydan evdə də dəmləyəsiniz, içəsiniz və biz mütəmadi şəkildə Ay, nə gözəl, nə bu gözəl. çayı sizə təqdim edirik. Mütəmadi şəkildə dəmləyərsiniz, içərsiniz. İnşallah, mən Hacı Seylona təşəkkür edirəm. Belə bir dəyərli verilişdə, bu verilişin ərsəyə gəlməyi üçün, yəni ona təkan verən, kömək deyərdim də, yəni bizim dilləndisək loru, yəni təkan verib, kömək edən insanlara nə deyə bilərəm, alqışlar deyirəm onlara, bravo deyirəm onlara. Sağ olun ki, belə bir savadlı, zəkalı, ziyalı və dəyərli verilişdə siz sponsor kimi təkan verirsiniz və çaylara da söhbət ola bilməz. Və bu çay əsil Seylon çaydır, əsl Azərbaycan brendidir və lozungumuz da belədir. İmtina edilməyəcək təklif. Bəli, bəli. Və mən bu çaydan Rəna bacıma da hədiyyə verəcəyəm. Orada çünki bir neçə, görürəm burada, artıq qutulardan görürəm ki, bir neçə qutu var orada. İstəyirəm ki, Elman müəllimlə, Rəna xanım da dəmləsinlər bu çaydan, içsinlər və Hacı Seylona can sağlığı diləyirəm. Təşəkkür edirəm Firuzə xanım, var olasınız. Gözəl qızım, gəldiyin üçün təşəkkür edirəm, var olasınız. Bax, belə əziz tamaşaçılarımız, bu biz idik, sizinlə idik və sizə yalnız və yalnız ən gözəl anlar arzu edərək hələlik söyləyirik, ardı var. Görüşərik inşallah. İnşallah. Mənim Azərbaycan xalqım, mənim dan ulduzlarım.